Yahyanın müjdəsi 14-cü fəsil 19-cu ayə. Oxuyuram dostlar, gəlin bir yerdə oxuyaq, diqqətli olaq. İsa deyir: Az bir müddətdən sonra dünya daha məni görməyəcək, amma siz məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız. Əzizlərim, bir yerdə də Mattanın müjdəsində 5-ci fəsildə, çaşmıramsa 8-ci ayədə deyilir ki, ürəyi təmiz insan nə bəxtiyardır. Çünki onlar nə? Allahı görəcəklər. Allahı kim görəcək? Ürəyi təmiz olanlar. Ürəyi təmiz olanlar. Dostlar, kəlamda bir də deyilir ki, insanlardan heç kəs Allahı görə bilməyib və görməyib. Ümumiyyətlə görməyib. Heç kəs. Adəmdən başlayaraq, birinci insandan başlayaraq bugüne qədər, yəni bu yer üzündə heç kəs. Amma İsa deyir ki, əgər ürəyin təmizdirsə, deməli xoşbəxt adamsan. Niyə? Sənin gələcəyin var. Gələcəkdə də sən Allahı görəcəksən. Dostlar, gələcək, yəni gələcəyi açanda, gələcəkdən danışanda söhbət yəni bu dünyadan getmir. İnsanların çoxu elə başa düşürlər ki, bax burada yaşadın, bununla da qutardı, getdi. Yəni insan nə qədər yaşayırsa, 60, 70, 80 il ömür sürürsə, ondan sonra dünyasını dəyişir. Baxın, deyirik dünyasını dəyişir, amma inanmır. Bir vəfəl olubsu, onu dəfn etdilər, bastırdılar, bununla da qutardı, getdi. Yox, doğrudan da dünyasını dəyişir. Necə? Elə bil ki, paltarımızı necə dəyişirik? Eləcə də bu dünyadan əlavə başqa bir dünya var. Və maraqlısı odur ki, bu dünya, biz bunu çox gözəl başa düşürük, bu yalan dünyadır. Qoca dünyadır, yalan dünyadır və çox sənə bir şirin dillə yalan təklif edə bilər. Bax, bu cür yaşasan, ya da bu cür hərəkət görsən, xoşbəxt olacaqsan. Sən filan kəsə bax, gör, maşını, evi, hər şeyi var. Sən də onu kimi ola bilərsən. Amma başa düşmürsən ki, o səni soyuyur. Bu bir. İkincisi də ki, əzizlərim, bilirsiniz, o kimin ki var, dövləti var, elə düşünməyin ki, rahat belə yatır, çox xoşbəxt adamdır. Bir qardaşımız deyir ki, mən şəhərdə deyir, filan yerə gedirəm. Şəhərdə də çoxlu bu işıqforlar, yəni svetoforlar var. Qırmızı işıq yanan kimi, əlbəttə ki, biz hamımız sürücülər dayanırıq. Və deyir, mən də qırmızı işıqda dayanıb, birdən belə nəyəsə sol tərəfə baxdım. Gördüm ki, belə çox, bilirsiniz necə, bahalı bir maşın, qırmızı rəngdə, görünür ki, adi bir insan deyil. Maşın da ki, hər adam elə bir maşın ala bilmir. Yəni, imkanı yoxdur ki, belə bir maşın alsın. Deyir, maşına baxdım, dedim, ay, ürəyimdə biraz bir paxıllıq yarandı. Kaş ki, mənim də belə bir maşınım olaydı. Amma maşının içinə baxdı. 2 nəfər oturub, ər-arvad imiş yəqin ki. Kişi sükanın arxasında və bir əllə, sağ əli ilə tez-tez öz arvadını çırpır. Söyür, çırpır. Heç kəs eşitmir. Hələ ki, qırmızı işıqdır da, ağzına gələni deyir. Bu da yazıq qadın sifətini örtüb, görünür ki, gözləri yaşla dolu. İstəyir maşından tez çıxsın, çıxa bilmir. Qalıb, bax, o həmən o maşında və dostlar, bu da xoşbəxt, belə deyək də, dırnaq arası həyat. Bizi xoşbəxt edən pul deyil.
bizi xoşbəxt edən, bilirsiniz, adam var ki, evi yox, bir şeyi yoxdur, amma ürəyi təmizdir, xoşbəxtdir, sevinir. Süleyman Peyğəmbər də deyir ki, öz məsələlərində deyir ki, bir kəsilmiş danadansa bir göy olsa, bu kifayətdir. Təki sevinç, rahat, məhəbbət bu ailədə olsun. Nəinki bir kəsilmiş dana, amma bir-birini qırsınlar. Və gələcəkdən danışanda demək istəyirəm ki, dostlar, doğrudan da başqa bir dünya, yəni obru bir dünya da var. Bu dünya deməli, real dünya deyil, yalan bir dünyadır. Bu dünyada bir-birini qırırlar, qarğışlayırlar, söyürlər, neynirlər, hər şey olur. Amma obru dünya isə əbədi dünyadır. O əbədilikdə əbədi Allah vardır. Bilirsiniz, bəzilərlə söhbət edəndə deyəndə ki, Allah əbədidir əlbəttə ki. Sən o dünyaya inanırsanmı? Deyirsən, nə danışsan, oradan qaydan olubmu? Bəs bayaq dedin ki, Rəbb Allah əbədidir. Əbədidirsə deməli realdır, amma sən o reala inanmırsan. Bax, bu göz gördüyün real elə bil ki, bu dünyaya inanırsan. Amma elə deyil, əzizlərim. Doğrudan da burada bizə Rəbb bir möhlət, bir vaxt veribdir ki, bax, yaşa, amma Rəbb Allahı axtar, tap. Bir qadın ana olmağa hazırlaşır. Elə bir maraqlı bir məcazi mənada bir məsəl var. Və dünyaya 2 nəfər əkiz gəlməli, yəni ki, dünyaya gəlməlidir. Bunlar hələ bu dünyanı görmürlər. Və maraqlısı bilirsiniz nədir? Əkizlərdən biri qardaşına deyir ki, mən inanıram ki, bir neçə vaxtdan sonra mamamı görəcəm. Onun şirin səsini eşidirəm. Deyir, tez-tez bir mənə gözəl mahnılardan oxuyur. Özü də məni gözləyir. Mən də inanıram ki, vaxt gələcək, mən onu görəcəyəm. O məni qucaqlayacaq, o məni qəbul edəcək. Mən o dünyanı hələ görməmişəm, amma gözləyirəm. O birisi isə deyir ki, sən nə danışırsan? Dünya hələ buradır, bu qaranlıqdır. Nə ana? Ananı görmüsən? O dünyadan gələn olubmu? Sən nə danışırsan? Nə varsa hələ buradadır. Qulağına bəlkəm də bir səs gəlib çatır. Bəlkəm də get bir həkimə özünü göstər, nə olub sənə? Deyirsən, anamın səsini eşidirəm. Dostlar, bir neçə ay keçib, uşaqlar dünyaya gəldi. Biri inanmırdı, o birisi isə ananı doğrudan da görmək istəyirdi, gözlərdi və nəhayət bu xoşbəxtliyi gördü. Ana onu qucaqladı. Yəni, bu rəmzi şəkildə bir, demək istəyirəm, balaca bir misaldır. Ola bilsin ki, aramızda elələri var ki, bəlkəm də deyər ki, yox, inanıram, Allaha inanıram, amma kim bilir, o dünya varmı ya, yox. Əzizlərim, doğrudan da var. Rəbb Allah görünməz Rəbbdir. Və həmən o görünməz dünyada qalır və bizi gözləyir. Və ürəyi təmiz olan yalnız onu görəcək. İndi isə baxın, müjdədə biz oxuyuruq ki, İsa deyir ki, az bir müddətdən sonra dünya daha məni görməyəcək. Amma siz məni görəcəksiniz. Biz elə bir dövrdə yaşayırıq, elə bir çətin bir vaxtda yaşayırıq ki, Allahı axtaran yoxdur. Heç insan, əvvəllər belə deyək də, bir neçə il bundan əvvəl insanda bir maraq var idi də, bir Allah barədə bir qulaq asmaq istəyirəm, eşitmək istəyirəm, falan bir yerlərə gedib qulaq asım. Allahdan bir kəlmə, söz varsa, yəni mən onu axtarıram. Bu haqda mən eşitmək istəyirəm, görmək istəyirəm.
Allah adamlarını, o imanda olan insanları görmək istəyirəm. Mən onları görüb, onların dilindən eşitmək, bu həqiqəti eşitmək istəyirəm. Amma baxın, İsa deyir ki, bir az müddətdən sonra artıq məni axtaran olmayacaq. Yəni insanlarda bu maraq itir. Get-getdikcə itir. Başqa söhbət buyur. Nədən istəyirsən söhbət edə bilərik. Məsəl üçün, bu rəqəmli puldan danışa bilərik. Neftin qiyməti qalxır, bunu söhbət o qədər danışa bilərik. Süni intellektdən danışa bilərik. Maraqlı bir təzə bir smartfonlar çıxır, bu müəssir telefonlar. Nədən istəyirsən danışa bilərik. Amma xahiş edirəm, bu köhnə bu ata-babaların söhbətləri xahiş edirəm. Adam var deyir, bu maraq yoxdur da. Bu mənim üçün deyil. Mən hələ cavanam. Mən hələ gəncəm. Əzizlərim, bax burada da İsa deyir, az bir müddətdən sonra doğrudan da məni görməyəcəklər, məni axtarmayacaqlar. Mən maraqsız olacağam. Bilirsiniz, bax, dünya özünü elə bil ki, yalana doğrudan da hazırlayır. Nə vaxt ki, bax, belə deyək ki, bütün insanlar belə deyək də, Allahı axtarmayacaqlar. Allah bu arada qulaq asmaq, yəni istəməyəcəklər. Bax, o həmən zaman Rəbb İsa Məsih bu dünyaya gələcək. Deyir, siz məni görəcəksiniz. Məni yalnız axtaranlar, məni görmək istəyənlər görəcək. Görmək istəməyənlər görməyəcək. Bu dünya məni görməyəcək. Markın müjdəsində, əzizlərim, biz oxuyuruq ki, İsa Məsih çox möcüzə göstərib, çox möcüzə görüb və topalları, sonra belə deyək də, hansı bir xəstəliyə tutulan bir insan olmasa belə, kimi gətirərdilər, o saat şəfa verərdi də. Kardır, kördür, laldır, cinə tutulmuşdur, topaldır, iflicdir, nədir? Yanına gətirirdilər, yalvarırdılar ki, nə olar? Mərhəmətini göstər. Və günlərin birində biz Markın müjdəsində oxuyuruq ki, bir şəhərə gəldilər, İsa ilə onun şagirdləri Betsayda şəhərinə gəldilər və yazılıb ki, bəzi adamlar İsa'nın yanına bir kör adam gətirdilər və İsa bu adama toxunsun deyə ona yalvardılar. İsa barədə yəqin ki, bir məlumat gəlib çatıb, eşidiblər. Sən filan şəhərdə, filan bir kənddə eşitmişik ki, bir möcüzə göstərmisən də. Filan yerdə kiməsə şəfa vermirsən. Deyib, gətirmişik bir tamaşa kimi də, yəni olsun bir, göstər də bizə nə olar? Biz də bir tamaşa edək. Doğrudan mı elə sənin bir gücün var, göstər. İsa bilirsiniz neynədir? Sizcə İsa neynədir? Bax, o insanlar kör adamı gətirdilər. Dedilər ki, bu kördür. Ona toxun, biz də baxaq. Onu sağalt. İsa yazılıb ki, körün əlindən tutub, kənddən də kənara apardı. Kör də bilmir kimdir, nəçidir, mənim qolumdan niyə tutub. Yaxşı, bu insanlar məni gətiriblər, bilmirəm nə edirlər. İndi yenə də kimsə, yəni ki, dinc tapa bilmirəm. Əlimdən tutub aparır mənə. Yazılıb ki, kənddən kənara. Onun ardınca o gələnlər getmədilər. Dedilər ki, gətirdik, göstər də. İsa əlindən tutub onu kənddən kənara apardı. Ona baxdılar, kənardan baxdılar, eşitmişik, yalan söhbətdir yəqin ki. Ne deyirlər də və baxırlar, neyini, da aparır.
Kör adamda bir söz demir, amma yenə də bu neyinir? Hara aparır? Siz belə maraqlıdır. Məni hara aparır? Deyir. Kənara, yəni ki, kənddən kənara apararaq bir yerə çatdılar. Sonra da yazılıb ki, İsa onun gözlərinə tüpürüb, yaxşı eləyib, pis eləyib, sizcə? Yaxşı. Xoşunuza gələr? Kimsə bu cür sizə rəftar etsə. Əgər açılacaqsa, o üstündə. Of, of, bilirsiniz, mən heç dözməzdim əgər kimsə bu cür. Bilirsiniz, bunu əlindən götürüb, bu hələ görmür axı kimdir. Siz təsəvvür edin, görmür də, aparıb bunu. Sonra dayanıb. Bu da görmür axı heç kəsi, kimdir, nədir. Yaxınlaşıb buna baxır, başdan ayağa baxır, kimdir, nə ciddir bu. Sonra da tüpürür, sifətinə tüpürür, gözlərinə tüpürür. Bu görmür axı, yazıq insan. Yaxşı, mən bu dünyada, bu doğrudan mən alçaq bir insanam. Sən daha da məni alçaldırsan. Mən xəstə adamam. Mən elə bir bədbəxt insanam. Heç kəsə lazım deyiləm. Heç olmasa sən bu cür mənimlə rəftar etmə. İsa isə gözlərinə yazılıb tüpürüb. Sonra da deyilir ki, əllərini onun üzərinə qoydu və soruşdu. Yəni bil ki, sildi. Özü sildi. Kör göz bilirsiniz nə deməkdir? Kör, yəni tam görmür, bu ölü gözdür, ölüdür. Tamamilə ölüdür. Heç nəyi görmür. Heç nəyi hiss etmir. Və İsa əllərini yazılıb ki, üzərinə qoydu, sonra da soruşdu. Bir şey görürsənmi? Kör insan gözlərini açdı. Hələ də o yaxşı imiş gözləri. Gözlərini açdı, bilirsiniz nə gördü? Sizcə nə gördü? Nə gördü Orxan? Gözün açılmasını. Elə bil ki, onun yerində sənsən. Nə görəcəydin? Gözün açılmasını insan. İşığı hiss elədi. İnsanlara ağac kimi görür. İşığı hiss elədi. İnsan yoxdur da insan artıq. Nuru hissi, nuru gördü. Əzizlərim, bir az müddət keçəcək yazılıb və məni daha heç kəs görməyəcək. Səni burada sağaldan, düz gözünün qabağında sənə baxır. Əllərini üzərinə qoyub, sonra da deyir ki, bir şey görürsənmi? İsa sənə baxır, soruşur. Ya başqa sözlə, sən məni görürsənmi? İsa onu sağaltdı. İsa'ya baxmır buradan bura. Mən insanları görüm. Marağı başqa bir, fikri başqa yerdədir. Bilirsiniz, fikri çox doğrudan da başqa yerdədir. Mən deyir, adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər. İsa ona baxır, yenə də yazığa gəldi. Mən sənə sual verdim, nə görürsən? Deyir, mən daha heç nə görmürsən. Daha heç kəsi görmürsən. Yo, adamları görürəm. Adamları görürəm, deyir. İsa yenə əllərini üzərinə qoyur və baxın necə yazılıb, dostlar. Kör adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı. Hər şeyi. Yəni bax, indi isə aydın görürəm. Bilirsiniz nəyi gördü? Birincisi, mən İsa'nı gördüm. Məni sağaldanı gördüm. Bu bir. İkincisi də ki, kim məni İsa'nın yanına gətirib, onları da kənarda görürəm, uzaqda görürəm. Heç onların marağı yoxdur ki, İsa'nın ardınca getsinlər. Sadəcə gətiriblər məni. Gətiriblər ki, İsa mənə toxunsun. İsa məni əlimdən tutub apardı. Bunlar daha deməklə ki, bu elə bir tamaşa kimi. Buna bax, yəni ki, göstər də nə göstərə bilərsən bizə? Eşitmişik, sən haqqında çox şey eşitmişik. Göstər də nə olar? Bax,
Bu insan ikinci dəfə İsa Məsih onun üzərinə əllərini qoyandan sonra onda İsanı gördü bu bir. Sonra da o yazıq insanları da gördü ki, onlar İsa'dan çox uzaq durublar. Çox uzaq durublar. Məsafə böyükdür. Dostlar, eləcə də bugün insanların çoxusu böyük bir məsafədə durublar. Allahdan uzaqdılar. Yalnız bir-iki nəfər, bax o yazıq insan kimi bəlkə də axtarıb tapırlar. Yenə də bilirsiniz, bir mahnıda oxuyuruq. Körlər kimi biz bax bu dünyada gəzirdik. Doğrudan da Rəbbi gəzirdik də, gəzmişdik bəli. Biz Rəbbi tanımayanda kör kimi insanıq. Allahı tanımayan insan doğrudan da kör bir insandır. Və bilirsiniz, burada doğrudan da maraqlıdır. Bəlkə kimsə qulaq asaraq fikirləşir, yaxşı, bu niyə bu cür İsa gözlərini tüpürüb? O gözlər ölüdür. Hər bir ölü murdardır. Anladınız dostlar? Ölüdür də. Heçdir. Və Rəbbin qarşısında icrah yaradır. Ölüdür. Sənə bu gözlər lazım deyil. Sənə yeni baxış, göz lazımdır. Və əllərini üzərinə qoyub, dostlar, tam başqa bir göz, yeni bir göz. Bu anadan gəlmək kör imiş. Və birdən doğrudan da İsa'nı gördüm. Əzizlərim, demək istəyirəm ki, bax burada Rəbb deyir ki, az müddət qalıb, az bir müddət qalıb, məni görəcəksiniz. Yəni, kim mənim tapıb, kim mənimlə barışıb, Rəbbin gəlişi çox yaxındır. Siz hələ bu dünyaya baxın, nə baş verir? Müharibələr, vəbalar, xəstəliklər, zəlzələlər və s. Heç kəs heç kimi tanımır. Heç kəs heç kəsi saymır. Elə bir günə düşmüşük ki, hər birimiz heç maraq da yoxdur ki, həqiqəti anlayarsan. Amma dostlar, İsa deyir ki, nə vaxt ki, bax belələ bu vəziyyətə düşəcəklər insanlar, mən gələcəyəm. Yox, məni görməyəcəklər. O, məni axtarmayanlar ürəyi təmiz olan məni görəcək. Az bir müddətdən. Az bir müddət nə deməkdir? Misal üçün, balam deyir, uşağım deyir, ata nə vaxt qayıdacaqsan? Bir az müddətdə, 1-2 saatdan sonra gələcəyim. Gözləyir, məni görmək istəyir. Bilirsiniz, eləcə də İsa. İnsan xəstəliyə düşəndə təcili yardıma zəng vurur, təcili gəlsin də. Təcili, yəni tez gəlsin, elə deyilmi? Və inanırsan ki, tezliklə gəlib yardım edəcək, elə deyilmi? Tezliklə neçə vaxtdan sonra? Bunu bilirsənmi? Ola bilsin bir dəqiqədən sonra, ola bilsin ki, 1 saatdan sonra. Amma tezliklə gəlməlidir. Sənin fikrində, anlayışında bu tezliklə deməkdir. İsa Məsih artıq 2000 ildir ki, deyir, tezliklə gələcəyəm. Amma artıq 2000 il keçib, amma onu da bilin ki, o günlər də yavaş yaxınlaşır. Mən, deyir, tezliklə. Artıq bilirsiniz necə yazılıb? Vəhiy kitabında bilirsiniz necə yazılıb? Budur, qapının ağzındayam. Deyirsən, tezliklə gəlmişəm. Budur, qapının ağzındayam, qapını döyürəm. Kim eşitsə, mən gələcəyəm, deyir. Buradayam. Çox az bir müddət qalıb. Əzizlərim, nəhayət sözümü yekunlaşdırıram. Kimə bənzərik biz? O kör insana mı? Ya onu gətirən adamlara? Kimə oxşayırıq? Onlar da İsa'nı görmək istəyirdi, amma tamaşa etmək üçün. Yəni ki, baxsınlar, görəsən. Maraq var da, İsa barədə çox şey eşitmir. Görün, burada nə deyilir? İsa barədə nə danışırlar? Daha çox kör. Yaxşı olardı ki, hamımız körə oxşayardıq, eləmi? Nə üçün? Çünki
o kör insan artıq xilas oldu. Gözləri açıldı. Mən də çox istərdim ki, doğrudan da hər birimiz onu kimi xoşbəxt olaq. Gözlərimiz açılsın və Rəbbimizə şükür edə bilək. Amin.